Hər millətin tarixində adını qızıl hərflərlə yazan igidlər olur. Onlar silah ilə deyil, ürəkləri ilə döyüşürlər. Bugün sizə o qəhrəmanlardan biri olan Məmmədov Elxan Eldaroğluna danışacağam. O, vətən uğrunda canını fəda etdi və şəhid oldu. Onlar şəhid olduğu kimi biz də bu şəhidləri unutmamalı, onların şücaətini daim hatırlamalı və gələcək nəsillərə ötürməliyik. Bugün sizə hazırladığımız qısa bir video çarxı nəzərinizə çatdırmaq istəyirik. Daha sonra qaldığımız yerdən davam edəcəyik. Bəziləri bu dünyaya sadəcə yaşamaq üçün gəlir. Bəziləri isə vətənin ömrünü uzatmaq, torpağını qorumaq üçün. Onlar üçün həyatın mənası təkcə nəfəs almaqda deyil, əqidə, şərəf və azadlıq naminə can verməkdədir. Belə igidlərdən biri də Məmmədov Elxan Eldaroğlu idi. Elxan Məmmədov 1969-cu il aprelin 29-unda Bakı şəhərində dünyaya göz açmışdı. O sıravi bir həyat yaşaya bilərdi. İşləyə, ailə qura, sadə və sakit bir ömür sürə bilərdi. Amma vətən təhlükədə olanda o susmadı. Gənc yaşında 1992-ci ildə könüllü olaraq Qarabağın azadlığı uğrunda döyüşə atıldı. Milli Qurtuluş Batalyonunun tərkibində cəbhənin ən qaynar nöqtələrinə yollandı. Çünki onun üçün vətən bir anlayış deyil, bir məsuliyyət idi. Ən şiddətli döyüşlərdən biri Ağdərə uğrunda gedirdi. O burada qəlpə yarası aldı. Başından ağır şəkildə yaralandı. Təəssüf ki, həmin döyüşdə ona dəyən qəlpələr zəhərli idi. Elxan bir müddət neyrocərrahiyyə xəstəxanasında müalicə alsa da sağalmaq mümkün olmadı. 1993-cü ilin 24 aprelində ömrünün cəmi 24-cü yaşına bir neçə gün qalmış Elxan şəhadətə ucaldı. Amma o sadəcə bir gənc kimi dünyadan getmədi. Bir qəhrəman, bir vətən sevdalısı, bir şəhid kimi əbədi yaddaşlara həkk olundu. Bugün onun adı təkcə ailəsinin deyil, bütöv Azərbaycanın qürur mənbəyidir. Çünki Elxan yaşamaq üçün yox, yaşatmaq üçün döyüşdü. Vətənin azadlığı, torpağın toxunulmazlığı naminə canını fəda edənlərin sırasında onun da adı qürurla çəkilir. Zəhmət olmasa özünüzü təqdim edin. Məmmədov Aygün Eldar qızı, şəhid Məmmədov Elxanın bacısıyam. Bugün onun xatirəsini necə yaşadırsınız? Bilirsiniz, mən bir dənə şey bilirəm ki, insanı həyatda itirmək çox ağırdır. Mən hardasa elə bilirəm ki, o yaşayır. Yəni, hardasa başqa bir yerdədir, o bizi görür. O bizlə ünsiyyətdə olur. Mən onu ölmüş hesab eləmirəm. Yəni, onun xatirəsini ancaq elə yaşadıram ki, yəni, o mənim üçün sağdır. Sağdır, harasa gedib, hardasa işləyir. Ancaq elə yaşada bilirəm onun xatirəsini. Çox çətindir. Yəni, insan itirmək həyatda, yaxınını itirmək çox çətindir. Ona görə mən onu itmiş kimi saymıram, yəni ölmüş kimi saymıram. Həmişə diri olaraq sayıram. Onun şəhid olduğunu hardan və necə öyrəndiniz? Onun şəhid olduğunu deyəndə ki, yəni biz o vaxt mart ayında o elə bir ki, yaralandı, gəldi. Çox ağır yaralı vəziyyətdə onu gətirmişlər. Həmin vaxt biz evdə döyürdük, yəni. Anamla mən rayona getmişdik, nənəmin yanına. Yəni, oradan gələndə evə çatandan sonra biz öyrəndik ki, ancaq o gecə mən yuxu görmüşdüm. Gördüm ki, nəsə mənə ağır gəldi. Elə yuxu gördüm ki, o özü mənə deyir ki, yəni məni gətiriblər, mən buradayam.
Nəsə gəldik evə çatdıq. Evə çatandan sonra elə qapını bacım açdı. Bacım dedi ki, yəni mən soruşdum vəziyyət nətərdir. Gördüm ağlayıb, gözləri qızarıb. Dedi, bəs Elxanı gətiriblər, çox ağır vəziyyətdədir. Neyrocərrahiyyə xəstəxanasında. Vəziyyəti çox ağırdır. Daha evdə qalmadıq, elə düşdük. Getdik xəstəxanaya. Getdim, gördüm, həqiqətən də vəziyyəti çox pis, özündə döyür. Uzanmışdı. Sonra yavaş-yavaş nəsə səs deyəndən sonra elə bir ki, özünə gəldi. Özünə gəldi, özünün də dediyi söz bu oldu ki, dedi, yəni özü yıxılan ağlamaz da. Yəni mən sizə xəbər verməmişdim ki, mən gedirəm. Mən sizə deməmişdim, siz bilməyə mən getdim. Ona görə deyir, mənim indi belə gəlməyimə görə mən hardasa peşman deyirəm. Çünki günah mənim özümdə oldu. Mən getdim, yaralandım, gəldim bu vəziyyətdə. Ancaq dediyi söz o idi ki, onu deyirdi elə dayanmadan ki, uşaqları yandırdılar. Gözümün qabağında uşaqları yandırdılar, ermənilər. Mən onları çıxarda bilmədim. Namikə kömək eləyə bildim, ancaq uşaqlara kömək eləyə bilmədim ikisinə. Yəni o idi, fikrində olan o idi. Sonra elə bunu danışdı, hardasa özündən getdi. Özündən getdi, vəziyyəti çox pis idi. Həkimi çağırdıq, həkim gəldi, baxdı. Dedi, hər şey yaxşı olacaq. Biz də hardasa inanırdıq ki, hər şey yaxşı olar. Da bilmirdik ki, həqiqətən də şəhadəti çatacaq. Ancaq özü onu çox istəyirdi. Özü deyirdi ki, mən bilirəm ki, mən yaşamayacağam. Mən yaşayan deyirəm, mən öləcəm, mən bunu bilirəm. Sonra danışırdı, xatirələrində danışırdı, elə həmişə. Bilirsiniz nə gözəl yerdir? Yəni ki, çox gözəl yerdir. Mən deyir, söz vermişəm, uşaqlarla biz bir-birimizə söz verdik ki, Allah qoysa müharibə qutarandan sonra, torpaqlarımız alınandan sonra biz gəlib burada yaşayacaq, burada işləyəcək. Çox böyük arzu idi, əfsuslar olsun ki, Ağdərənin alınması deyiləndə mən işdəydim, özümü saxlaya bilmədim, mənə çox pis təsir elədi. Yəni, o uşaqların orada tökdüyü qanlarına, qanlar ki, tökülmüşdü. Onların o vaxt heç bir texnika yox idi, yəni heç bir silahı yox idi, çətinliklə onlar necə vuruşurdular. Onu eşidəndə özümdən asılı olmayaraq işdəydim, başladım ağlamağa. Yəni, nə deyə bilərik, Allah şəhidlərimizin hamısını rəhmət eləsin, Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Onun uşaqlıqdan ta şəhid olan günə qədər sizi qürurlandıran anı hansıdır? Onun uşaqlığından deyəndə mən ondan yaşda kiçiyəm, 4 yaş. Biz atamızı çox tez itirmişik. Mən çox balaca idim, 5 yaşım var idi atamı itirəndə. Qardaşım mənim üçün həm ata olub, həm qardaş olub. Demək olar, anam işləyib, bacım işləyib. İşləyiblər, tez başlayıb bacım da işləməyə. Qardaşım mənə ilə hər zaman vaxt keçirdirdi, qoymurdu darıxam. Evdə tək qalanda məktəbə getmirdim, elə balaca idim. Ondan sonra da hər zaman məktəbdə bir məktəbdə oxuyurduq, o məndən yuxarı sinifdə oxuyurdu, mən balaca siniflərdə məktəbdə qoruyurdu məni həmişə. Evdə də ümumiyyətlə çox qəribə bir xasiyyəti var idi. Evə gəldiyi zaman, da böyüyəndə artıq bizim onu qapı açmağımıza imkan vermirdi. Həmişə istəyirdi ki, qapını onun üçün anam açsın. Anamla onun arasında olan bağları tamam başqa bir şey idi də. O qədər bir-birinə bağlı insanlar idilər ki, özündən sonra çox insanlar gəldi onun haqqında elədiyi əməllər. O mənim üçün onun qəhrəmanlıqlarını danışırdılar. İnsanlara elədiyi köməklər, elə anlarda, elə yerlərdə insanlara kömək edirdi ki, bəlkə o başqa bir adam üçün ölümlə nəticələnə bilərdi. Yəni qorxusu yox idi, heç bir şeydən qorxusu yox idi da ümumiyyətlə.
Çox çətin vaxtlar idi, 90-cı illər. Yəni dövlətimiz hələ formalaşmamışdı. Maddi çətinliklər olurdu, çox ailələrdə imkansızlıqlar olurdu. Maaşlar gecikirdi, işləyirdi, amma ala bilmirdi. Qardaşım gedirdi və bilirdi ki, o evə yəni əlboş qayıtmayacaq. Evin elə bil ki, bir növ böyük qardaşımdan da balacaqdı yaşda, amma o daha çox evin elə bil böyüyü idi də. Dolandırmaq, ailə sahibi olmaq istəyirdi belə. Bəzən şəhidlər haqqında deyirlər, bu dünyaya üçün gəlməyiblər onlar. Onlar o elə bir məqamdır ki, elə bir zirvədir. Ora hər bir insan ucala bilmir. Doğrudan da hamısı elədi. Elə bil xalamın nəvəsi də onun yolunu davam elədi. Elə bil ki, eyni vəziyyətdə olub. Onların dünyaya gəlişi, həyatları, yaşayışı, o qədər bir-birini görməyən insanlar bir ailədə, yəni qardaşımdan sonra o dünyaya gəlib, amma o qədər oxşar xasiyyətlər. Qardaşım Çexoslovakiyada əskəri eləyəndə, Sovet ordusunda əskəri eləyəndə, orada qurban olum, Allah Taala onu orada qoruyub bizim üçün gətirmişdi. Özü həmişə danışırdı ki, orada deyir, elə Çexlərlə Slovaklar arasında müharibəyə Sovet ordusunu göndərdilər. Münaqişələr, müharibə demək, münaqişələrinə Sovet ordusunun əskərlərini göndərirdilər sakitləşdirməyə. Orada elə ateş açmışdılar ki, onlar pilotka qoyurdular da. O pilotkanı belə elə bil kəsmişdilər də, yəni silahdan vurmuşdular. Allah onu orada qorudu, gətirdi. Burada da başından təzədən yaralandı. Qarabağda, Ağdərə uğrunda müharibələrdə, döyüşlərdə başından yaralandı. Amma yenə də qürurludur, çox qürurludur. Çətindir, çox çətindir dözmək onsuzluğa. Bəzən insan düşünür ki, yəni bu 32 ildə mən onun səsini unutmuşam bəlkə. Amma o anda hardansa yadıma düşür onun gülüşü, çox gözəl qəhqəhəli gülüşü var idi. Ona çox yaraşırdı o. Qardaşımın yaralanmağını mənə xəbər verəndə evdə tək idim. Heç kim yox idi evdə. Qardaşım da arası getmişdi. Anamla bacım rayona getmişdilər. Elə bil yaralı gəlib, Tərtərdə hərbi Səhra Hospitalında əməliyyatını eləmişdilər. İlkin əməliyyatı Bakı şəhər neyroxirurgiya mərkəzinə, neyrocərrahiyyə mərkəzinə Əhmədlidə yerləşən ora yönləndirmişdilər, gətirmişdilər. İntensiv terapiyadaydı o palatada. Biz palataya qardaşımı tapandan sonra bir yerdə getdik. Qardaşımı görəndə düzü məni tanımadı. Qardaşımı tanıdı, məni tanımadı. Həkim dedi ki, narahat olmayın, bu mərhələdə belə şeylər ola bilər, yəni tanımasınlar. Amma çox maraqlı idi ki, bilmirdi. Yadında heç nə qalmamışdı. Bir babamgilin telefonu, bir evin adresi, ünvanı yadında qalmışdı. Orada yaxınlıq, eyni palatada olan bir xanımın atası gəlib bizə xəbər verəndə düzü mən inanmaq istəmirdim. Dedim, yox, ola bilməz. Mənim qardaşım heç vaxt nə yaralanacaq, nə şəhid olacaq. Mənim qardaşım qayıdacaq. Biz onu gözləyirik, o qayıtmalıdır. Mənim anam onu gözləyir. Neysə, sonra evə gəldi. Qardaşım yanında qaldı, mən evə gəldim. Anam qaydanda xəbər verəndə onlara anam çox sarsıldı, həddindən artıq sarsılmışdı. Düzü inanmırdıq, biz inana bilmirdik ki, o şəhadətə ucalacaq. Çünki 2 həftə çox gözəl idi. Yəni mən xəstəxanaya gələndə hətta onun gülüşünü koridorda eşidirdim, sevinirdim ki, yəni ki, sağalır artıq, geri qayıdacaq ailəmizə. Və bir anda belə hər şey dəyişdi. Bir anda səhhəti kəskin olaraq dəyişdi, pisləşdi. Reanimasiyaya yerləşdirdilər. 2 həftə reanimasiyada qaldı. Qardaşım 2 həftənin ikisini, 14 günü
O reanimasiyanın koridorunda keçirdi demək olar ki də heç cür gələ bilmirdi. Yəni həmin gün səhər tezdən mən xüsusi qida hazırlayırdıq ki, şpritslə yedizdirsinlər. Mən xəstəxanaya çatanda artıq həyatını itirmişdi. Qardaşım çox... 14 günün içində mənim qardaşım qocaldı. Başında bir ağ tükü belə olmayan qardaşımın başı ağappaq idi xəstəxanadan çıxanda. Onu necə biri olaraq tanıyırsınız, necə yadınızda qalıb? İlxan mənim xalam oğludur. Biz uşaqlıqdan bir yerdə böyümüşük. Yəni xala oğlu kimi yox, bir qardaş kimi biz elə çox mehriban uşaq idi. O körpəlikdən işləyirdi, yəni yetkinlik yaşına çatan kimi çox işgüzar idi. Atasız böyüklər, yəni atası tez rəhmətə gedib, onlar körpə olanda çox mərd uşaq idi. Mehriban, xalama çox bağlı idi. Xalam həmişə deyirdi ki, evdən çıxanda da, gələndə də həmişə gəlib məni öpüb qucaqlayırdı. Yəni səndən necə gözəl ətiri gəlir, həmişə xalama deyirdi. Elxanın haqqında nə qədər də danışsaq azdır. Mən axırıncı səfər Elxanı ancaq rayona gəlmişdi, əsgər formasında, orada görmüşdüm bir günlük. Sonra eşitdim ki, xəbər gəldi ki, yəni ki, şəhid olubdu. Elhan Məmmədov kimi şəhidlər tarix yazır, bizə isə onları unutmamaq düşür. Bugün əgər rahat nəfəs alırıqsa, bu onların sayəsindədir. Onlar bizim üçün tək keçmişin deyil, həm də gələcəyin mayaqlarıdır. Ruhun şad olsun, igid. Növbəti buraxılışımızda başqa bir şəhidin həyat yolunu işıqlandırmaq ümidi ilə. Sağ olun, sağlıqla qalın.